Dəyişmək istəmək də bir istək, hissdir, yoxsa istəkdir? Bu bizim deməli hansı bədənimizin? Karmik bədən. Karmik bədəni. Əgər siz karmanızı təmizləmək istəyirsinizsə, niyyətinizi təmiz eləməlisiniz. Vəsə. Hər sahədə. Hər sahədə. Məsəl üçün meditasiyalar var, düzdürmü? İnsan deyir ki, indi hal-hazırda populyardır. YouTube-da ən qədər meditasiya var, çakraları aktivləşdirir falan beşməkan. Yaxşı. Mən meditasiyanı dinləyirəm mental səviyyədə. Axı mən onu əgər sən mental səviyyədən sonra astrala çevirirsənsə, hiss olaraq onu başlayırsansa yaşamağa, hiss olaraq yaşadığın şey, bax buna diqqətlə dinləyin. Birinci dinləyirsən, düzdürmü, heç nə başa düşmürsən. Daha sonra onu hiss eləyirsən. Hissdən sonra həmin o yeni hissə uyğun karmik hərəkət eləyirsən. Yəni bu nə deməkdir? Məsəl üçün mənim əgər düşüncəm neqativdirsə, mən gəlirəm bura verilişə, Aytən xanım mənə belə əyri-əyri baxır və mən onu hiss olaraq yaşayıram. Hiss olaraq yaşadıqda gedirəm evə, Aytən xanımın arxasıca danışıram kiməsə. Deyirəm Aytən də o da qəribədir. Haqqınıza girirəm bilib bilmədən. Amma mən əgər düşüncəmi dəyişirəmsə və hiss olaraq deyirəm ki, mən Aytəni başa düşürəm. Yəqin evində nəsə problem var idi. Ona görə mənə belə idi. Və evdə gedib sizin haqqınızda heç bir neqativ bir söz demirəmsə, mən artıq öz karmamı pozitivə dəyişmiş oluram. Bu artıq niyyətdir. Bildiniz nə demək istəyirəm? burada